ən önəmli ünsür, yəni ailənin xoşbəxtçiliyi üçün mühitin düzgün şəkildə qorunub saxlanmasıdır. Və ailədə bu şadlığın təsirləri nədən ibarətdir? Ən birincisi budur ki, ailə mühiti isti və səmimi olur. Səmimi mühitdə insan rahatçılıq hiss eləyir, insan həzz ala bilir öz həyatından, rahat şəkildə bir-birinə məhəbbət yaranır, bir-birinə qarşı mərhəmət yaranır insanların. Birinci deməli, mühitin səmimi olması üçün, çünki çox zəruridir bu səmimiyyət ailə daxilində. Baxın, ailələrə baxanda görsən ki, məsələn, aralarında məsafə var ərlə arvadın, bir-birinə səmimi deyirlər. Heç həyat yoldaşının başqasından, yəni öz həyat yoldaşından xəbəri yoxdur. Öz dostundan daha çox xəbəri var, nəinki həyat yoldaşından. Qonşusundan daha çox xəbəri var, nəinki həyat yoldaşından. Proqramlarından və yaxud da hisslərindən, düşündüklərindən xəbəri yoxdur. Bu nədir? Buna məsələn, yəni atifi təlaq deyirlər və yaxud hisslər baxımından, emosiyalar baxımından ayrılıq deyirlər. Yəni insanlar bir yerdə yaşayırlar həqiqətdə, rəsmi surətdə bahəm ər-arvaddırlar, amma həqiqətdə bir-birləri də deyirlər. Sanki ruhları ayrıdır. Bəli, özləri üçün, hərə özü üçün yaşayır. Bu, yəni mühiti düzəltmək üçün, səmimi mühit yaratmaq üçün şadlıq ən birinci təsir edici qüvvədir. Yəni onu qadın ya kişi qoruyub saxlaya bilsə, çalışsa ki, bu mühiti düzəltsin, şadlığı qorusun, deməli onun ailəsində səmimiyyət baş verəcək birinci. Ailə üzvləri bir-birinə qarşı səmimi olacaqlar. İkincisi, ailə üzvləri bir-birinə cəzb olurlar. Yəni qıraqdan kimsə ailəni idarə eləyə bilmir, dağıda bilmir, cəzb eləyə bilmir. O üçüncü şəxslər çox üzr istəməyən, başqa qadın da ola bilər, başqa bəy də ola bilər və yaxud da o üçüncü şəxslər bizim öz ailə üzvlərimiz, yəni valideynlərimiz də ola bilər. Yəni həmin o mühitdəki şadlıq olsa, yaxşı mühit olsa ailə daxilində, yəni bir-birlərinə cəzb olacaqlar. Ola bilər qıraqdakı adamların sözünü dinləsinlər, eşitsinlər, amma itaət və dinləmək olmayacaq. Çünki ailə mühiti o qədər yaxşı ruhiyyədə, yüksək ruhiyyədədir ki, istəməyəcək ona kimsə müdaxilə eləsin. Bu ikinci nöqtədir ki, elə bilirəm ki, xanımların da çox yaralı yeridir. Məsələn, həqiqətən də əsrlər boyu sanki bizim bu Azərbaycan mühitində gəlin qaynana problemlərini nəsildən nəsilə ötürüblər. Mənə görə beynəlxalq problemdir, ümumiyyətlə. Bəli, amma bizdə daha çox özünü biruzə verir. Və digər nöqtə budur ki, ailə üzvləri bir-birinin yanında vaxt keçirməyə daha çox sevəcəklər. Yəni, əgər bəy işdədirsə, ancaq fikri zikri bu olacaq ki, işim nə vaxt tamamlanar ki, evə qaçaram ki, öz ailəmlə yaxşı vaxt keçirdərəm. Boş vaxtlarını artıq qıraqdakı şəxslərlə doldurmurlar. Başqa əyləncələrlə, nə bilim, indi telefon oyunları ilə və yaxud hansısa bir televizor proqramına baxmaqla, filmlərlə doldurmayacaqlar. Hətta film izləsələr də bahəm izləyəcəklər. Yəni çalışacaqlar ki, bahəm vaxt keçirsinlər. Yaxud evdən kənar dostluqlar falan. Bəli, bəli. Əgər hansısa şəxs, məsələn, vaxt keçirtmək üçün və yaxud özünü şad hiss etmək üçün kənara ehtiyac duyursa, başqa yerlərdə, evindən başqa yerlərdə rahatlıq hiss edirsə, deməli bu ailədə həqiqətən ailə mühitində problem var. Bəs bu məsələyə diqqət yetirmək lazımdır. İstəyirsinizsə ailəvi sizlə yaxşı vaxt keçirsin, sizə doğru gəlsin, bahəm hər şeyi eləyəsiniz, o zaman mühiti şad eləmək lazımdır. Ailədə təsir edici qüvvədir. Və dördüncü nöqtə danışıq, rabitə, söhbətləşmək çox olur. Danışıq, rabitə və söhbətləşmək. Qadınların ən çox ehtiyac duyduğu şey, məni dinləyən yoxdur, məni eşidən yoxdur. Məsələn, qadın danışır, kişinin fikri başqa yerdədir, heç eşitmir, yalandan hə deyir. Sonra soruşanda, məsələn, deyir ki, mən sabah filan yerə gedəcəm, deyir xanım ona, deyir hə, yaxşı. Birazdan sabah filan yerə gedəndə deyir, haradasan sən? Nə vaxt dedin mənə? Nə vaxt mənə demirsən? Bu kimi şeylər. Yəni, insanlar bir-birini sanki eşitmirlər. Əgər, əlbəttə bunun bir-birini eşitməməyin başqa amilləri də var. Amma mühit yaxşı olsa, şad olsa, insanların söhbətləşməyə çoxalacaq. İstəyəcəklər ki, bir-birlərinə söhbət eləsinlər, həzz alacaqlar bundan. Yəni, bu həqiqətən də çox önəmlidir, məxsusən də xanımlar üçün ki, xanımlar danışığa və dinlənilməyə çox ehtiyacları olur.